Salam, çox hörmətli dəyərli VIP maçlığı izləyicilərimiz. Bugün sizlər üçün bir dənə belə bir çox böyük 2 mərtəbəli 8 otaqlı ev istalış edirəm. Evimizin deməli yerləşmə yeri Məmmədov dairəsi ilə Kirov dairəsinin düz ortasında. Düz yolun kənarındadır evimiz. Ümumi 14 sotdadır. Deməli bax həyətimizin sağ tərəfində burada belə bir qarajdır. Böyük qarajdır. Evimiz də 2 mərtəbədir, 8 otaqdan ibarətdir. Mərtəbələr arası deməli monolit betondur. Evin həm bu tərəfdən giriş var, həm də buradan girişi var. Sizə inşallah hamısını çəkib göstərəcəm. Burada yuxarıda belə teras kimi nəzərdə tutulub. Burada belə bir oturmaq üçün güşəsi var. Həyətdə ümumi çəkim üçün. Daha gördüyünüz kimi burada həyətimizin torpaqlıq olan sahəsidir. Keçək indi evin otaqlarını tanış olaq. Qazı, suyu, ışığı hamısı daimidir evimizin. Sizin keçin bura. İkinci mərtəbəni göstəreyim. İkinci mərtəbənin təmirə ehtiyac var bir bac, amma birinci mərtəbəsi tam təmirlidir, yaşayırlar hal-hazırda içində. Bura belə bir giriş hissəsidir ikinci mərtəbəyə. Bura birinci mərtəbənin otaqlarını keçib alanı göstərəcəm sizə. Qalxarın hələlik deməli ikinci mərtəbəyə tanış edeyim sizi. Bura evimizin deməli belə bir koridor kimi nəzərdə tutulmuş hissəsidir. Buradan bəyan göstərdiyim terasa çıxışı var, qapısı ağzı bağlı göstərməyəcəm. Bunu deyim ki, həyətdə də var. Yəni müxtəlif meyvə ağacları falan da var. Bura ikinci mərtəbənin qonaq otağıdır. Gördüyünüz çox belə bir geniş otaqdır. Buradan da 3 dənə otaqlara bölünüb. Çox belə böyük otaqlar da hamısı. Yataq otaqları kimi. Gördüyünüz kimi. Bu ikinci mərtəbənin aboya ehtiyacı var. Bir bazı da xırda işlər var. Yəni razetka kultivator kimi belə deyək işlər var. Onları görmək lazımdır. Keçin birinci mərtəbəyə. Birinci mərtəbə göstərim sizə. Burada kladovka kimi nəzərdə tutulub evdə. Şimdi o biraz otaqları göstərim sizə. Dəyərli izləyicilərimiz, bura evimizin birinci mərtəbəsidir. Gördüyünüz kimi burada belə bir geniş qonaq otağıdır. İsti sistem kombidir, hal-hazırda işlək vəziyyətdədir. Bu da evimizin mətbəxidir. Gördüyünüz kimi. Mətbəxin pol hissəsi toplu poldur. Buradan sağ tərəfdə belə bir geniş hamam otağıdır. Burada isə sanitar qovşağıdır. Gördüyünüz kimi. Keçək indi yataq otaqlarını tanış edeyim sizi. Burada belə bir birinci yataq otağıdır. Burada isə digər yataq otağıdır. Gördüyünüz kimi böyük olan yataq otağıdır. Bu pəncərələrdə ikinci mərtəbəyə qalxmaq üçün pilləkana baxan pəncərələrdir və oradan çıxmışıq. Evin içindən də o evin deməli ikinci hissəsinə qalxmaq mümkündür. Buradan bax qapısı var gördüyünüz kimi. Hal-hazırda işlənilmir yəni. Onu deyim ki, evimizin deməli yerləşmə yeri düz yolun kənarıdır.
Qiymət deyilir 180.000 manat. Bu gördüyünüz ev. 14 sotun içində 800 otaq, 2 mərtəbə monolit betonla. 180.000 manat deyilir. Sənəddə bələdiyyənin sərəncamıdır. Qazdır, sudur, işıqdır, hamısı var və daimidir. Bu və digər evlər tanış olmaq istəsə, səhifəmizi keçirə bilərsiniz. Əlaqə nömrəmiz də aşağıda və videonun alt hissəsində bir də səhifəmizdə mövcuddur. Bizi izləməyi unutmayın, sağ olun.